Heç vaxt batmayacaq deyilən Titanik batdı. Amma o batmadı. Dövrün ən dəbdəbəli gəmisi RMS Olimpik batdı. Amma o batmadı. Birinci Dünya müharibəsi zamanı xəstəxanaya çevrilən Britannik gəmisi batdı. Ancaq o yenə batmadı. Təsadüfən qəzalardan sağ çıxan insanların hekayələri həmişə maraqlı olub. Tibb bacısı Violet Jessop bu xilas olma hekayəsini 3 dəfə yaşayıb. Üstəlik bunlardan biri də dünyanın ən böyük fəlakətlərindən biri sayılan Titanik qəzası idi. 1887-ci ildə Argentinada anadan olan Violet Jessop'un həyatı sözün əsl mənasında ölümlə mübarizə aparmaqla keçib. İrlandiyalı mühacir ailəsinin qızı olaraq dünyaya gələn Violet Jessop ailənin 6-cı uşağı olaraq doğulub. Doğulanda vərəmə yoluxan Jessop'un cəmi bir neçə ay yaşayacağı düşünülürdü. O isə xəstəliklə mübarizə apardı və həyatda qaldı. 16 yaşında atasını itirən Violet Jessop İngiltərəyə köçmək qərarına gəlib və gəmidə stüardessa kimi işləməyə başlayıb.